Yanvarın 11'i Bakıda ve Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi səhər, arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Arabir bəzi yerlərdə qısa müddətli sulu qar yağacaq. Temperatur 9-12 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah hava yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə gözlənəcək. Temperatur gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.